gördüm ki, şagirdlərin gözündəki o sevinci daha böyük mükafatlandırmaq lazımdır. Və bugün 2 il əvvəl kiçik bir adımla başlayan o yarış indi tam fərqli təhsil proqramları ilə ən müasir standartlara uyğun onlayn bir layihəyə çevrildi. Artıq uşaqlar evdən çıxmadan hər yerdən bu yarışa qoşula bilirlər. Ən əsası isə uşaqları yarışlardan soyudun. O bir dəfə uduzdun və çıxdın qaydasını tamamilə ləğv etdim. Çünki mənim yarışımda hər şagirdə tam 4 dəfə şans verilir. Uşaqlar ardıcıl olaraq Azərbaycan dili, riyaziyyat, puzzle və crossword mərhələlərində özlərini sınayırlar. Birində uğursuz olsalar belə həvəsdən düşmürlər. Növbəti mərhələdə yenidən mübarizə aparırlar. Beləcə uşaqlar həm bacarmıram demir, son ana qədər mübarizə aparır və praktikasını gücləndirir. Övladınızın bu fərqli onlayn yarışda yerini almasını istəyirsinizsə, şərhə plus atın, bütün detalları sizə göndərim.